Frederick Hopkins 20 iyun 1861-ci ildə İngiltərədə doğulmuşdu. Tibb təhsilini bitirdikdən sonra Qay xəstəxanasında fiziologiya və toksikologiyanı tədris edən Hopkins 1898-ci ildə Cambridge Universitetində fiziologiyanın kimyəvi aspektlərini araşdırmaq üçün dəvət edildi. 1914-cü ildə o Cambridge-in biokimiya üzrə ilk professoru idi. Heyvanları təmiz zulal, karbohidrat, yağ, minerallar və su ilə qidalandıranda heyvanların böyümədiyini müşahidə edən Hopkins ehtimal etdi ki, normal qida rasionunda əsas maddələrdən başqa əlavə qida amilləri də var. Christian Ekman 11 avqust 1858-ci ildə Niderlandda doğulmuşdu. Amsterdam Universitetində hərbi tibb təhsili alan Ekman 1883-cü ildə o vaxtlar Hollandiyanın koloniyası olan Indoneziyaya yollandı. Malyariyaya yoluxmaqla sağlamlığı kəskin pisləşən Ekman Avropaya qayıtsa da tədqiqat aparmaq üçün yenə Indoneziyaya qayıtdı. İsti iqlimdə yaşayan insanların fiziologiyasını Avropalılarla müqayisə etmiş və heç bir fərq aşkar etməmişdi. Beri-beri xəstəliyini tədqiq edərkən bunun qabığı təmizlənmiş düyü ilə əlaqədar olduğunu ehtimal etdi. Sonralar başqaları bu amilin B1 vitamini olduğunu müəyyən etmişlər. Bəlkə də vitaminlərin öyrənilməsində böyük rolu olan Kazimir Funka haqsızlıq olsa da, 1929-cu ildə fiziologiya və tibb sahəsində Nobel mükafatı inkişafı təmin edən vitaminlərin kəşfi üçün Frederick Hopkinsə və B1 vitaminin kəşfi üçün Christian Ekmana verilmişdi.